inşaatla 31 Mart soyqırımı haqqında danışacağım. Təbii ki, hamımızın kifayət qədər məlumatı var, amma mən də biraz sizə məlumat vermək istəyirəm. Ümumiyyətlə, Mart soyqırımı 1918-ci ilin mart ayında, xüsusən də 30 mart, 3 aprel aralığında Azərbaycanda, yəni Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş kütləvi qırğın hadisəsi idi. Bu hadisə o zəmində baş vermişdi ki, dövrün mürəkkəb siyasi vəziyyət yaranmışdı. Təkcə Mart soyqırımı Bakıda deyil, Bakının Azərbaycan ətraf rayonlarında da, Lənkəranda, Qubada, Səlyanda, Kürdəmirdə də baş vermişdi. Bəs hadisələr necə yaranmışdı? 1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr inqilabından sonra Cənubi Qafqazda hakimiyyət uğrunda mübarizə başlamışdı. Bu zəmində Azərbaycan xalqının da azadlığa, müstəqilliyə inamı artmışdı və buna nail olmaq üçün öz etirazlarını bildirmişdi. Sovet Rusiyası da Azərbaycan xalqının mübarizə əzmini, müstəqillik arzularını qırmaq üçün erməni silahlı qüvvələrinin əlindən istifadə edərək xalqımıza qarşı bu kütləvi qırğın hadisələrini həyata keçirmişdi. Dediyim kimi az öncə, təkcə Bakıda deyil, ətraf bölgələrdə də minlərlə insan öldürülmüş, qətlə yetirilmiş, yaralanmış, əsir düşmüşdü. Nəticədə kütləvi sayda insanların təlafatı baş vermişdi. Məsələn, siz Qubada olmuşsunuzsa, Quba bölgəsinin özündə bu Mart soyqırımı ilə bağlı olan qəbristanlıq var ki, mütləq gedib görməyiniz məsləhətdir. Bundan əlavə Azərbaycanda Mart soyqırımı hər il 31 Martda qeyd olunur və buna ilk real siyasi münasibəti də Heydər Əliyev vermişdi. Dünya ictimaiyyətinə ermənilərin qəddarlığı çatdırılmışdı. Və biz də hər il bu tarixi unutmuruq, unutmayacağıq. Şəhidlərimizi, qətlə yetirmiş xalqlarımızın insanları ehtiramla, hörmətlə yad edəcəyik.